Və beləliklə Sabah Qarabağ maçı başladı. Montiel, Zubir topladı. Zubir, ötürmə, təhlükə var, qapıya zərbə indirilir və gol! 9-cu dəqiqə, Leandro Andrade. Qarabağ hesab dönə keçir 9-cu dəqiqədə. 1-0. Baxırıq bir daha epizodun təkrarına. Özü zərbə indirdi burada. Duran irəli çıxdı, bir qədər dəhliz açdı. Sanki baxırıq və Andrade'nin endirdiyi zərbədən sonra Pokatilov'un topa toxunuşu var, amma bu yetərli değildi. Marali ondan ötürmə Simic TPT'ye gelir. Simic topu qapının üstündən vurur. Baxaq bir daha. Hər halda gol olsaydı VAR'da incələnəcəkdi bu epizod. Amma golun olmaması ilə, topun qapıdan keçməməsi ilə təbii ki, bax bu yoxlama arxa plana keçir. Qayda pozuntusu yoxdur. Simic. Ötürmə. Mikels topladı. Mikels geri. Simic! Yenə qeyri-dəqiq zərbə Velko Simic. Kimsə ona mane olmurdu. Əla bir şansı qaçırır Velko Simic. Hesabı bərabərləşdirmək üçün əla şansını Sabah adına amma göndərməyə çalışdı. Alınmadı. Zərbəsi qeyri-dəqiq olur. Fikir verin. Nəzarətsiz qaldı Simic. Azacıq dəqiqlik çatmadı. Zubir sol cinahdan hücum. Cəfər Quliyev ötürmə qapı qarşısına və burada Leandro Andrade. Durandan top Puxaçın önünə getdi. Puxaç növbəti ötürməsi və top qapıdan yenə keçmir ki, keçmir. Mikels baxırıq ötürmə. Medina'dan top gəldi. Mikels'e baxaq epizodun təkrarına. Medina'nı uzaqlaşdırmaq istədiyi top Mikels'e dəyərək meydandan çıxır. Təhlükəli ötürmə idi. Və hətta bu epizodda Qarabağın bəxtinin gətirdiyini də deyə bilərik. Baxırıq, bax Mikels və top. Morali Rahman Aliyev. Ötürmə Mikels'i düşündü. Mikels və Mikels'in yaxın küncəndirdiyi zərbə qeyri-dəqiq. Zərbəsi qeyri-dəqiq alındı. Baxırıq bir daha. Bir qədər bağladı burada zonanı. Hücum axtarışındadır. Malodadan Lepinitsa'ya. Lepinitsa. Və Medina səhvə yol verdi. Mikels və gol! 52-ci dəqiqə. Medina'dan kobud bir səhv. Mikels bu səhvi bağışlamadı. Baxırıq bir daha. Medina. Top onun yanından Mikels'e yuvarlandı və Mikels bu epizodu, bu şansı qaçırmır. Hesabı bərabərləşdirir. Oyun yenidən qızışacaq. Kovxalskinin bir toxunuşu var amma bu yetərli değildi. Bu topun qarşısını almaq üçün yetərli değildi. Nərman Axunzadə. Cəfər Quliyev zərbə endirir. Qapçı Pokatilov komandasını qoldan xilas edir. Küncdən zərbə olacaq. Baxaq bir daha epizodun təkrarına. Top istiqamətini dəyişmişdi. Toxunuş var idi. Amma Pokatilov keçdi rəqibi. Ara ötürməsi. Duran istiqamətinə. Və hakim nə deyir bu epizodda? Gözlüyün deyir. Duran yıxıldı. Bir daha baxaq. Nogueira Duran mübarizəsi. Hakim heç nə yoxdur deyir. Qayda pozuntusu yoxdur deyir Elçin Məsiyev. Və qapıdan zərbə ilə topun oyuna daxil edilməsini bildirir. Top ələ keçirdi. Sabah hücuma çıxır. İsayev topladı. Aleksey İsayev ötürmə qapı qarşısına. Bəhluldan keçmir top.
Bikalo uzaqlaşdırdı. Puxaç. Omar Ali Rahmanaliyev topladı. Omar Ali qapıya baxır. Uzaqdan zərbə. Koxalski yerindədir. Qarabağın qapısı qarşısında daha bir təhlükə yaşanır. Bu durum Ali Rahmanaliyevin o zərbəsinin təkrarını bir daha izləyir və Koxalskinin seyvi. Silva. Leandro Andrade. Simic. Simic'den Maluda'ya. Maluda ve gol! 88. dakika. Sabah ikinci golü vurur. Aron Maluda. Maluda 2-1'edir hesabı. Maluda'dan mövsümde ikinci gol. 8. turda Zirə ilə maçda fərqlənmişdi. İndi Qarabağın qapısına yol tapır. Yine boşluq verdi. Baxırıq bir daha. Oyundan kenar vəziyyət yoxmuş gibi görünür və Maluda. Ötmənidənsə Simic'ini əla gördü komanda yoldaşını. Və Maluda dəqiq zərbə ilə hesabı 2-1 edir. Sabahı hesabda öne geçirir. Sabahtan geri dönüş. Hesabda geri düşmüştü ama 2 gol vurmakla vəziyyəti öz xeyrinə dəyişir. Dəyişikliklər var. Sabah komandasında vurulan golun tekrarını bir daha izleyirik. Ve gol vurarak meydanı terk edir Aron Maluda. Cəfər Quliyevdən qapı qarşısı göndərilən top. Başla zərbə Pokatilov. Komandasını goldan xilas edir Stas Pokatilov. Bir daha baxaq epizodun təkrarına. Medina'nın baş zərbəsi və Pokatilovun müdaxiləsi. Ondan ötürmə. İsayev. Hücum devam edir. Və hakimin qərarı. Hakim qapıdan zərbə deyir. Qayda pozuntusu yoxdur. Yoxdur. Elçin Məsiyev penaltı səsləndirir və beləliklə Qarabağ cari mövsümdə ikinci məğlubiyyətini alır. Sabah isə qələbə qazanmaqla turnir cədvəlində liderliyə yüksəlir. Xal ehtiyatını 34'e çatdırır Sabah və lider olur.